Allah'ın dostu, ben oturam dostlarım, güzel dostlarım. Ben oturam, ben hiç ne istemiyorum. Benim hatırım isteyende sağ olsun, istemeyende sağ olsun. Teşekkürümü bildirirəm. Ben burada otururam, güzel insanlarla belə dərdləşirəm, fikrimi xəyalım. Ben yadımdan çıxır, səhər-səhər tələsiyə düşürəm. Məsəl üçün, yorulam, yatıb qalıram. Təzik dərmanımı ata bilmirəm. Ucu gene burundan qan yığılıbdır. Havası, kapilər damarı partlayacaq qan. Ağzım burnum qan olur da, elə bir. İnsanda ne kadar qan gedər? Hasın derdin çekesen, evin derdin çekesen, kişinin derdin çekesen, evladın derdin çekesen, hasın derdin çekesen. Hadi bilem nervidendi. Nervilenen kimi o şu kömür kimi kapkara sıfatım kapkara kararır. İnsan ne kadar şeyler. Azından el çekti. O sana adam dölü. O sana layak dölü. Az otur da öz şuurunla, öz ağınla git. Ne olur? Fani hayat düz yersen. O iştese yakın gelecek. Gaz var da tükünü yoğunuram gazın. Gaz var, bana bakacaktı. İlahi düz yersen. İkisini de korksunlar, geçsinler işlesinler. Cehennem atsın. Batılmaz ekranı bayan indi kirayı ev aktarırlar. Cehennem aktarsınlar. Ben dostlar burada deyirəm, arzu işlemeye hüququ yoktur. İşləyə də bilməz. Arzu çok gider 10 gün, 15 gün. Ondan sonra diyeceği yoxu işləyə bilmirəm. Mənlik görür. Ha, düzdür. Sizi eşitsə hər şey yaxşı. Hariyan, bəli, məni eşitsə, məni anasının, atasının sözünü eşitsə, arzu dünyanın xoşbaxtı olar. Amma elə səfi sübüləri sözünə baxıb gedirsə, bədbaxı, nə ölümdür, nə türmə. Sağ ol, ay Samirə, sağ ol, hədiyənə görə teşekkür et. Arzunun 2 dənə variantı var. Nə ölümdür, nə türmə. İkisindən birini deyirəm. Geçsin. Nervlərə boğazım qızışır, adam öskürə tutur. Çox sağ ol, ay Mələk, can, sona. Sağ ol, ay Mələk, sağ ol. Mən Bərdədə, da utandığımdan da ağzım burnum bağırıyorum ki, mən tanıyan olmasın. Da bütün biabırçı. O ne diye otur. Oturanda beləliyir. Cavansan, get şimdi. Öyle dedim diyorum sonra xalam niye belə işlərim. Hüsnəni eləmə. Hamısı boş şeydir. Düzələcək, o da yerine gəlir. O da qaydız bir səhvdir. Elə bir sən yekədi qanır, vallahi qanmır. Gələcək, o da axıra hara gəlsə gene qaydıb gələcək. Boş ver. Elə şeylərə baş qoşma. Baş qoşanda adam qayda çökür. O çöken vaxtıda uşaq yaxın gəlmir adama. Ay can. Çöken vaxtıda, azarlayan vaxtıda uşaq yaxın gəlməyəcək. Əsəbləşməyin, istənməyin. Ağlı başına gəlib qaydacaq. Səhvdir, səhv yoldadır, düzdür. Amma digər ki, gələn vaxt olacaq. Narahat olma. Mən demirəm ailə qurmasın, ailə qursun. İntihası beləsinə yox da, bu kimdir? Qoturdur, efidə qaşınır, canlıda qaşınır. Cavan adamsan, bəs sən bizim yerimizə olsan nə qarar o? Bəlmə, əlbət ki, amma səhv qızlardır, qızın çox günah arzudadır, mən onu qınamıram. Ona elə kamada verərəm, rədd eləyərəm onu. Mən valideynlərlə atada, nə anada günah yoxdur, günah qızın özündədir, 35 yaşı var, düzdür, geri gələndə uşaq deyil, amma digər 10 ayları nənədir, 35 yaşında qızlar nənədir.
Amma digər yine ki səhv arzudadır da. Yəni yeri gələr o uşaqdır, qanmır. Gədə uşaqdır. Qız onu rədd eləyə bilmir ki, sən mənim payım döysən, yer rədd olur da. Özdə nə gün də heç o qıza da yaraşası qız oğlan deyil. Onun payı da deyil. Allah eləyə əskər ged elə canı qutarı oğlandan. Ha, hə. Hani aparmırlar da. Deyim, mənim baldızımın oğlu əskərlikdədir, xəstələnib hospitaldadır. Hə. Və bunu niyə aparmırlar? Mən bundan başım çıxmır. Hə, axşamlarımı pul yığır da, dedi Arzu da canlısında qoşulmuşdu, dedi şey diyeceğim, valideynlərin götürüb qayıdacaq Bakıya. Hətta bu yazıqları gelib orada kətdə qoy otursun da, ana toyuğu ilə, cücəsi ilə başın qasını al, qocalı. Hə, Zahir müəllimin yerine olsam, vafşı, elə dördünü də rədd eləyərəm, ATV-dən, dördünü də. Onları Arzunu. Yoxdur da, onlar da olmasa onun verilişinə baxan olmayacaq, onun üçün. Yo, akşam bizim kişi bakıbdır, ben bakmamışım. Ben kişi evde olanda telefona kadar girmem, tehdütte. Deyirəm, sakit dur, canını açıram, bacı. Bakmadan gene hediyeleri atırlar. Sen kimi güzel insan, ben diləmirəm. Ha? Belki başın qarışır həm də, yox, niyə fikrin dağılır? Ha, İlqar, məni verişə çağırdılar, mən getmədim. Mən verişdə nə gəzirəm? 2-3 dəfə çox getdim. Dedilər, anası maraqlanmır, anası getdim. İndi o qədəni tutur, getsin, o gədə udaşsın. Nə bilirlər, məndən uzaqlaşsınlar. Mahir Arzu, baxırsansa aç kulağını eşit. Eşidə biləm ki, Mahiri bura gətirsən, Pırama 100 kilo yığacam. Deyəcəm, boğula mənim qapımda da gedir. İstənmə. Yox, hep olsa insan boğazım qıcıqlanır, o qədər toz yuduram ki, Bilirəm, asfaltın toz. Gedəmənlərdi, heç lən dölü. İstəmirəm, o qardaş, mənim qapıma gəlməsin, istəmirəm. Bu bir. İkincidəki gözəl izlədir, mən gəlin gətirmirəm. Düzdür. İstəyir gedir, ay dostlar, istəyir gedir, qız oğlanın evinə getməlidir. Oğlan qızın evinə gəlməlidir ölüm. Mən gəlin gətirmirəm. Arzu, aç kulağını eşit. O gedəni mənim yanıma rədd elə. Vəssalam. Bax, deyil Arzu. Gəlir desin ki, atamın, anamın evin bir qızıyam, səhər onları mən saxlayacağım. Elə bu valideynlərim nə deyir, düz deyir də, gedim oturum kəndimdə, kəsəyimdə, varıma dövlətmə deyir. Ay Nərgiz bacı, Quran haqqı kəndin cəmaatda deyir ki, nə qız, nə gədə, bura gəlməsin. Mən səndən təri, qoçudan təri, mən kəndin cəmaatla üz göz ola bilmərəm. Başa düşdüyün Arzu, aç kulağını eşit. Çaşarsan birdən o narkomanı, o səviyyəsizi, o alkaşı mənim qapıma gətirərsən. Prama 100 kini, kameramda var, şahs sübutum da var. İstəmirik daha. Arzu xala, belə, Sona xala, Əlyanıda yaşayırsınız siz? Yo, Cəridə, Cəridə. Cəridə. Hə, Cəri, belə yuxarı, hə, Kəlbəcərlərin çox elə orada yaşayır. Ay, sağ ol, hə. Qəşək də yerdir ora, bazara da səmtə yaxındır, şəhərin içidir. Gələnən yaxındır. Hə, bildim. Aynur, gel görüm Aynur, koşuram səni. Gel görüm Aynur. O zaman şu stres keçirəm. Hə, əsəbləşmək istəmə, özünü tər eləyərsən. Ay Nərgiz bacı, Quran haqqı mən kətdə biabır olmuşam. Hamı maddi ki, birdən arzu gətirər qədəni bura, biabır olarıq. O gədə buralara gəlməsin.